Bir müddət əvvəl Prezident İlham Əliyevin xidmət səviyyəsinə baxmayaraq Azalın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrə, şəhərlərə nisbətən baha olmasına dair iradından sonra düzdür, biletlərin qiymətində nisbətən ucuzlaşma müşahidə olundu. Çoxları yüksək endirimlərin olacağını gözləsə də, amma görünən odur ki, yenə də Bakıdan uçuşlar digər ölkələrlə müqayisədə baha başa gəlir. Bir çox dünya ölkələrinə diqqət yetirdikdə isə görürük ki, insanlara seçim imkanı verilir. Yəni, daha ucuz uçuşlar həyat edən aviareyslərlə geçmək şansı var. Azərbaycanda isə sərnişinlərin bu seçimi yoxdur. Bəs buna səbəb nədir? Mövzunu Natiq Nailoğlu davam etdirir. Azalın bir müddət əvvəl aviabiletlərin qiymətinə 20% indirim etməsi bu istiqamətdə bir o qədər də müsbət dəyişikliklər yaratmayıb. Bunu Azalın rəsmi internet səhifəsində onlayn bilet sifariş edərkən də görmək mümkündür. Ən çox hansı istiqamətlərə bilet sifariş olunursa, həmin istiqamətlərdə də qiymətlər kifayət qədər yüksəkdir. Konkret desək, İstanbula tək istiqamətdə uçuşun qiyməti 117-190 manat arasında, Kiyevə satılan aviabiletlərin qiyməti isə 214-249 manat arasında dəyişir. Hətta Bakı-Berlin reysinin bir günlük arayla dəyişən qiymətində də fərq kifayət qədər hiss edilir. 331 manat ara, 1108 manat ara. Eyni istiqamətlərə eyni gündə uçuş həyata keçirən Gürcüstana məxsus hava limanında isə qiymətlər heç də eyni deyil. Azalın təqdim etdiyi qiymətlərlə burada satılan biletlər arasında fərq hətta 90%-ə qədərdir. Fərqi manatla hesablasaq, rəqəmlər minimum 70 manat arasında dəyişir. Belə olan halda təbii ki, hansısa ölkəyə getmək istəyən sərnişin Tiflis hava limanından uçmağı münasib bilir. Bakıdan Tiflisə isə avtobusla təxminən 10 saata çatmaq mümkündür. Bunun üçün 12 manat ödəniş tələb olunur. Elə ona görə də əksəriyyət xarici ölkələrə məhz bu marşrut xətti ilə səyahət etməyi üstün tutur. Bəs Azərbaycan hava yollarında biletlərin baha olmasına səbəb nədir? Azal biletlərin baha olmasını təyyarənin müasirliyi, yüksək keyfiyyətliliyi, komfortluluğu və təhlükəsiz uçuşlar xidmətin yüksəkliyi ilə əlaqələndirir. Azərbaycan son illərdə yeni təyyarələr alıb, köhnə hava nəqliyyatları təzələnib. Ekspertlər isə düşünür ki, bilet qiymətlərinin ucuz olması üçün bazara daha ucuz uçuşlar həyata keçirən hava yolları buraxılmalıdır. Rəqiblərin olmaması səbəbindən müştərinin seçim imkanı da məhduddur. Qiymətə kəskin fərqin olmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, Bakı hava limanından istifadə ilə bağlı tariflər yüksəkdir. Və tariflər yüksək olduğuna görə də digər aviakompaniyalar Bakıya uçan zaman daha yüksək qiymətə biletlər təklif etmək məcburiyyətində qalır. Bu baxımdan təəssüf ki, low budget, aşağı qiymətə bilet təklif edən aviakompaniyaların Bakı uçuşuna süni maneələr yaradılır və süni maneələrin yaradılması da praktik olaraq digər qiymətlərin aşağı düşməsinin imkan vermir. Buna görə də hava limanına eniş edən təyyarələr məhz yüksək qiymətə aviabilet təklif edən kompaniyalara məxsusdur. Nəzərə alaq ki, bütün ölkələr rəqabətin yaranması üçün aşağı qiymətlərlə xidmət göstərən avia şirkətlərin hava limanına enişinə icazə verir və onlara xüsusi xidmət paketləri təqdim olunur. Bir müddət əvvəl Macarıstanın Wizz Air və Türkiyənin Pegasus hava yolları Azərbaycanda da ucuz uçuşlar həyata keçirirdi, lakin bu ilin mart və aprel aylarında hər iki aviaşirkət Azərbaycanda fəaliyyətini dayandırdı. Səbəb isə Azalın inhisarçı siyasəti ilə əlaqələndirildi.